Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə birgə müdafiə sazişi imzalanıb. Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək. Qlobal infoza danışan politoloq Elnur Ənvəroğlu bildirib ki, əslində bu hadisə sıfırdan yaranan münasibətlərin nəticəsi deyil. Stat. Pakistanla Səudiyyə Ərəbistanı artıq 17 sentyabr 2025-ci ildə strateji qarşılıqlı müdafiə sazişi imzalayıblar. Həmin sənəddə də birinə qarşı təcavüzün digərinə qarşı təcavüz hesab olunması təsbit edilib. Pakistan hökuməti sonradan bəyan etmişdi ki, saziş mövcud müdafiə əməkdaşlığını kodifikasiya edir, yəni sistemləşdirir və təlimlər, birgə hərbi təlimlər, eləcə də digər əməkdaşlıq formalarını əhatə edir. O ki qaldı Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə birgə müdafiə sazişinə düzdür, strateji baxımdan bu kifayət qədər ciddi hadisə təsiri bağışlayır. Hətta mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizminin müsəlman dövlətləri arasındakı versiyasını xatırladır. Amma burada fərqi də izah etmək lazımdır. Əvvəla buna NATO-nun ərəb-müsəlman versiyası yaradıldı demək fikrimcə hələ tezdir. Çünki sazişin real gücü onun kağız üzərindəki ifadələrindən daha çox tərəflərin böhran zamanı həqiqətən nə qədər uzağa getməyə hazır olmasından asılı olacaq. Sadə dillə desək, hücum tutaq ki, Amerika və ya hansısa Avropa ölkəsi tərəfindən olarsa, Türkiyə və bu sazişə daxil olan digər ölkələr ortaq müharibə moduna keçə bilərlərmi? Məsələ məhz burada ortaya çıxır. Bu baxımdan saziş potensial olaraq kifayət qədər ciddi görünsə də, onun praktiki effektivliyi hələ tam şəkildə sınaqdan çıxmayıb. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.